Salam əziz izləyicilər, sizə bu günlər Nərmanovda bir sayılı asan xidmətin yanında qanuni 3 otaq, 105 kvadrat, 375 minə bir mənzil təqdim edirəm ki, mənzil çox səliqəli, çox keyfiyyətli təmir olunub. Gördüyünüz kimi yaşayış zonası da ən prestijli yaşayış zonalarından biridir. Gəlin sizi mənzillə tanış edeyim. Mənzilimizin ən birinci giriş hissəsi, yəni hol hissəsindən sizi tanış edəcəm. Sonra ətraflı otaqlar haqqında, görülən işlər haqqında sizlərə məlumat verəcəm. Zəhmət olmasa, bura mənzilimizin giriş hissəsidir. Gördüyünüz kimi girdik, bizi geniş hol, yəni səliqəli geniş hol, yer, parket, divarlar İtalyan aboyudur, ən qəşəng aboylardan biridir. Yuxarı gördüyünüz kimi spotlar, keyfiyyətli, gizli işıq, hamısı yəni səliqəli şəkildə işlər görünüb. İndi isə mənzilimizin gəlin sizə girdik. Holdan girən kimi qapıdan birbaşa bizi kuxuna, yəni mətbəx, geniş bir mətbəx otağı var. Gördüyünüz kimi NDF-dən yığılma mebel boydan boya, şkafın üstü mərmər, ən yaxşı mətbəximizdən pəncərə düşür çölə. Gördüyünüz kimi burada pəncərədən çölün mənzərəsini bir də əmir çək. Qəşəng elə belə baxalım çölə. Bura pəncərə düşür mətbəximizdən, balkona da yəni giriş var. Bura isə mətbəximizdən balkona giriş hissəsidir. Yəni balkona geniş, səliqəli, düz Nərmanovun bütün mənzərələri görünür gördüyünüz kimi. Gəlirik buradan sizə birinci yataq otağını göstərdim. Gəl. Burada holda gördüyünüz kimi buralar sözündür, ən səliqəli buralar. Bura hol hissəsidir, geniş, səliqəli. Bura isə mənzilimizin birinci yataq otağıdır. Birinci yataq otağından da pəncərəmiz var və balkona, bayaq kiçik balkona çıxışımız var. Burada kondisioner, yəni hər şey quraşdırılıb, rahat, yəni işıqlandırma sistemi çox gözəl, super. Aboylardan söz olmaz, İtalyan aboyudur. Yəni ondan danışmağa ehtiyac yoxdur. Bura mənzilimizin ikinci yataq otağıdır. Gördüyünüz kimi də burada mənzilimizin ikinci yataq otağıdır. Burada ərazi, yəni geniş bir dolab, məsəl üçün geniş bir dolab yığmaq olar. Yəni mənzilimizin ikinci yataq otağına pəncərə düşür. Yəni otaqda pəncərə çölə baxmağa var. Bura isə mənzilimizin səliqəli, qəşəng, göz oxşayan, yəni zalıdır. Zalda da pəncərə, yəni hər bir otağa pəncərə düşür. Yəni ki, zalda 2 pəncərə düşür. Baxın, buradan görürsünüz. Bura, yəni zalın pəncərəsidir. Zalda 2 pəncərə düşür. Gördüyünüz kimi TV stand yığılıb. Kondisioner 2 ədəddir. 3 ədəd kondisioneri var. Yəni işıqlar, lustir, yer, parket. Buradan gördüyünüzdə yəni, birinci çəkmişəm. Bura zaldan balkona çıxış hissəsidir. Oturursan burada qəşəng bir də özü üçün stol qoyursan. Otur kofe iç, bax da, özü üçün seyr elə. Gəlin sizə də indi sanitar qovşaq, hamam otağını göstərim. Mənzilimizin sanitar qovşaqla hamam hissəsi ayrı-ayrıdır. Sanitar qovşağımız o biri tərəf, bura isə hamam otağımızdır. Yer isti poldur, mərmər, yəni hər bir şey, isti güzgü falan. Gördüyünüz kimi səliqəli, çox səliqəli. Yəni söz olamaz. Bura isə sanitar qovşaqdır. Yəni, burada da isti pol, səliqəli, yəni, çox qəşəng. Gördüyünüz kimi mənzildə hər şey, yer bütöv, bahalı parketdir. Divarlar dediyim kimi aboyla işlənilib, İtalyan aboyudur. Yəni soruşa bilərsiniz, maraqlana bilərsiniz. Burada buralar falan, hər şey var da, yəni ki, mənzildə gir yaşa, qutar, konkret gir yaşa. Yəni mənzilimizi almaq istəyən bizlə aşağıda əlaqə nömrəsi var. 375 min start qiymətidir, 105 kvadrat, qanuni 3 otaq, 17-ci mərtəbəli binanın 9-cu mərtəbəsi. Alana da xeyir versin Allah, satana da inşallah əlaqə gözləyirik. Hələlik.